Tanınmış telejurnalist, ictimai televiziyanın aparıcısı Nigar Sabirqızı Azerselin tarifləri artırmaqla bağlı son qərarlarını kəskin tənqid edib. Nigar Sabirqızı bildirib ki, Azersel Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir. Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. 2 gündür hamı Azerselin qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir. Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür. Ona pul qazandıran istifadəçilər ona maraqlı deyil. Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edərmi? Əslində, Azerselin primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir, təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi halda. Məsələn, Turkcellin reklamları filmə bənzəyir, Azerselin reklamları multfilmə.